Körpəniz artıq böyür və əlavə qida vermə vaxtı yaxınlaşır. Bəs nədən başlamaq lazımdır? Hansı qidadan? Tələsmək lazımdırmı? Gəlin birlikdə aydınlaşdıraq. Əlavə qidalanmaya nə vaxt başlamaq olar? Ancaq körpənin hazır olduğunda. Bəs bunu necə bilmək olar? Əgər körpə öz əl dəstəyi ilə otura bilirsə, dilinin geri itilmə refleksi yoxa çıxıbsa, yeməyə maraq göstərirsə və qaşığı aparanda ağzını açırsa, təxminən bu saydıqlarım 6 ayda baş verir. Əgər bu əlamətlər yoxdursa, deməli hələ tezdir. Hətta qohum tanışlarınız sizə "Ay bala, yaşı çatıb" desələr belə. Bəs əlavə qidalanmaya nədən başlamaq lazımdır? Ya tək tərkibli tərəvəz pürələrindən, bu kabaçok, brokoli ya da ki gülkələmi olacaq, ya da ki uşağın çəkisi azdırsa, tək tərkibli südsüz qaşılar, düyü, qarğıdalı ya da ki qarabaşaq qaşısı. Yeni qidanı günün birinci yarısında mütləq vermək lazımdır. Yarım ya da ki bir çay qaşığı ilə və 2-3 gün ərzində müşahidə edərək təqdim edirik. Və əziz valideynlər, bunu unutmayın. Əlavə qidalanma 1 yaşa qədər ancaq tanışlıqdır. Əsas qida deyil. Ana südünü əvəz etmir. Ona görə də uşağımızı məcbur və israr etmirik.